Hamınıza salam dostlar. Bugün sizlerle beraber GTA 5'e yeniden başlayırıq dostlar. Ama bu dəfə tripodsuz bir çəkiliş gedir gördüyünüz kimi. Çünki PlayStation 5'in özünün ekran kaydedicisi var. Bu girişi 2-3 il əvvəl eləmişdim. PlayStation 3'də idim və GTA 5 oynuyordum. O video biraz qəribə idi. Durun. Dur. Amma oje tam belə uşaq stili oynamağı idi. Yəni nə mənada uşaq stili oynamağı idi. Bütün ara səhnələri falan hamısını sürətli formada atlayıb elə oyunu bizə verilən görəvi edirik yəni. Amma bu dəfə elə yox, normal. Bu tasarlıq videosunda demişdim ki, oyun videoları gələcək. Elə birinci də dedim konseptə uyğun GTA'dan başlayaq. Onsuz da Azərbaycanda PlayStation alanlarının yüklətdirdiyi ilk oyunlardan biri GTA'dır. Bu arada zəng səsləri falan hamısı DualSense'in içindən gəlir və oyunu da əlində hiss edirsən. Çox özəllikləri var DualShock'dan sonra. DualShock 3'dən sonra en azından mən böyük bir fərq hiss edirəm. Nə mənada fərq hiss edirəm? Elə ki adaptiv trigger'dan tutmuş, yəni məsələn bir maşın oyunu oynayanda normal maşınlarda olduğu kimi qaz yüngül, tormuz bərk olur. Silah oyunlarında tetik düyməsi biraz daha sərt olur, çünki silah sərt basılan bir əşyadır, ələtdir, belə bilmirəm. Tam olaraq qarşılayıram. Michael'ın maskası çıxdı. Bu daha çox illər sonra GTA 5 oynamaq, videosunu çəkmək və eyni zamanda PlayStation 5'in deneyimləri olacaq. Məsələn bu dəqiqə baxın, buradan dibə gedənə qədər ortada bir yerdə biraz tetik çətinləşir. Nəyə görə çətinləşir? Bu bir silahdır. Və eyni zamanda hiss edirsən bir yerdə qaçdığını falan filan. Düzdür, bunu DualShock 4'dən, yəni PlayStation 4'dən keçənlər o qədər də aşırı hiss eləyərmi bilmirəm. Amma mən PlayStation 3'ün DualShock 3'ündən keçmişəm və ayrıca mənim putlarım orijinal deyil idi. Bunun üstündəki putlar orijinaldır. Onlar orijinal deyil idi. Mən fərqi daha da çox hiss edirəm, amma onsuz da deyilənə görə, yəni orijinal DualShock'la oynayan oyuncuların dediyinə görə DualShock 3 elə də yaxşı bir put deyil, yaxşı bir kontrolcü deyil. Altısına put deyə keçirdi, put deyil. Bu nədir o? Adam maşın üstünə gəlib, fikir verir. Mərmi xəşləməməyə çalışıram, amma aslında ehtiyac yoxdur. Bu görevdən sonra oyun bir dənə bir 9 il sonra gidəcək, onsuz heç ehtiyac yoxdur. Əsas fərqi DualShock'dan sonra DualSense'də əsas fərqi adını DualShock qalxınlarda. DualSense'də əsas fərq nədədir bir də? Hər şeyi daha dəqiq nişan ala bilirsiniz. Maşınımız buradadır, biz bu 2 nəfər də vuraq. 3 nəfər imiş. Bu maşındakı 2 nəfərdə heç tanıya bilməyəcəklər. Alın sizə bir dənə spoiler. Bu necə bir spoilerdır savcı. Brett. Burada 3 nəfərik soyğun eləyən. Sarışın olan Brett, Trevor, Michael. Trevor onsa tanıyırsınız, tanımayan yoxdur onu. Mən belə TikTok'da zarafat məqsədli Trevor'la videolarım var idi. Michael'ın sürən vaxtlarıdır. Bam! Bizimkilər də sevinirlər və drive to the autopilot.
Və burada PlayStation 5 ilə bərabər əslində 4-də də var. Yəni 3-dən sonra əsas bir fərqi də first person, yəni birinci baxışdan maşın sürə bilirik, birinci baxışdan oynaya da bilirik eyni zamanda. Yəni təkcə maşın sürmədə eləməyiblər. Bu bir aksiyon filmi olsaydı belə milimetrovka ilə maşın keçməli idi, amma bu bir GTA oyunudur. Bu arada hekayəni bilənlər bu dəqiqə deyir ki, nə danışırsan, biz bunu onsuz da bilirik, amma bilməyənlər də var. Michael da plana uyaq deyir. Yəni niyə deyir, onsuz da bilənlər bilir, bilməyənlər də biraz sonra başa düşəcək. Aha. Bam. Baxın, diqqət eləyin, burada sol tərəfindən vuruldu. Yəni ürək tərəfindən vuruldu. Trevor gördüyünüz kimi Michael da sağ tərəfindən vuruldu. Yəni ürək tərəfindən vurulmadı Michael. Burada əslində, yəni uca deyim, burada məqsəd Trevor'ı öldürüb Michael'ı yaralayıb, Michael ölmüş kimi göstərib Michael'ın məzarına Trevor'ı qoyub Bred'ə də elə danışmaqdır Bred'ə. Amma burada Trevor'ın biraz ağlı işləyir və heç uzatmayacağım, buradan çıxım gedirlər. Trevor'ın ağlı işləyir və Trevor özünü siperə alır və Bred vurulur, ölür. Michael da yaralanır. Michael'ın məzarına Bred'i qoyurlar. Sonra Trevor bunu öyrənir falan filan, oralara gələcək. Və eyni zamanda başdakı replika yadımızda qalsın. Oyunun kilit replikasıdır. O adam güvənlik Michael'ın maskasını çıxardanda Michael deyir ki, gündə neçə dənə şey unudursan, bunun da onlardan biri olmasına nə deyərsən? Yəni o replika bir sonraki görevlərdə yenə qabağımıza çıxacaq və Trevor'ın 10 ildən sonra, 9 ildən sonra yenə Michael'ı tapması hekayəsi üstündən gedəcək, yəni görevlər. Yenə gedir o gözəl sözlərimiz. O yenə də bir insan idi. Bəlkə də yaxşı biri deyildi, amma yenə də bir insan idi. Yəni kör ölər, badəm gözlü olar kimisinin. Michael. Bəli, məzarı, eyni zamanda cənazəsi gedən adam məzarının yanında siqaret çəkir. Şanslı adamdır. Neçə nəfər öz cənazəsini izləyə bilir. Bu arada o qıraqdakı adam da Dave Norton idi. Bayaq Bred'i öldürüb Michael'ı yaralayan adam. GTA 5. Bu səhnədə normalda mənim yansımam olmalıdır, amma bu dəfə ekran kaydı olduğu üçün yoxdur. Bunu birinci görəndə, bu GTA 5 yazısını birinci görəndə elə həyəcanlanmışdım. Amma indi GTA 6'ya görə, aha, Michael gəldi. Saçlar yavaş-yavaş bozarmağa tərəf gedir. Bu normalda bacardığım qədər, yəni bildiyim qədər tərcüməsini eləyəcəm. Amma buranın tərcüməsini eləmək istəmirəm. Özünüz başa düşdünüz o əl hərəkətlərindən, ingiliscə bilmirsinizsə. Bilirsinizsə də onsuz da yetərincə başa düşdünüz. Bu adam da ən kaypak adamımızdır, bizə pullar xərclədən Doktor Friedlander. Burada kısaca deyir ki, bu yaxşı bir, mənim istədiyim uşaq deyil. Mən 10 yaşında deyir, həbsə girmişdim, qadın qaçırtdım, qadın satdım, maddə qaçırtdım. İndi çox açıq-açıq demək istəmirəm, o pis sözlərlə deyir. Mən üstü bağlı şəkildə deyirəm. Psixoloq da kısaca deyir ki, sən indi bunları özündə bir uğur kimi bilirsən. Michael da əsəbləşir falan filan. Çox əsəbləşir. Söydüyü söyüşlərdən onsuz da başa düşülür. Hə, yenə də Michael'ın həmişə ən belə dərdləndiyi yerlərdə adam deyir ki, vaxtımız doldu, çıxa bilərik. Michael da bunu bilir ha bu arada. Yəni bilir ki, bu adam onun pulunu almaq üçün heç bir şey eləmir. Amma getmədən də eləyə bilmir bu adam.
Onsuz da GTA 5 şəhərini çoxunuz bilirsiniz. Ona görə buranı keçirəm. Yəni ehtiyac yoxdur. Qabağımıza Franklin çıxdı. İndi ara səhnəni keçdik. Franklin haqqında detalları deyək. 88-ci il təvəllüdlüdür. Yəni oyunda 2013-də özünüz hesablayın neçə yaşı olur, axotum olmalı hesablamalı. Amma mən bilən 26-27 yaşlarında olmalıydı ya da bilmirəm neçə yaşlarında olmalıydı. Amma yəni 20'li yaşlarda biridir. Pul qazanmaq üçün Simon diye biri üçün işləyir. Simon da maşın salonu işlədir. Amma düzgün bir maşın salonu yox əlbəttə ki. Bu işlətdiyi maşın salonunda kreditlə maşın satır. Və telefon səsləri bu dəqiqə DualSense-dən gəlir. Bu dəqiqə girəcəm. Kreditlə maşın satır və borcunu ödəyə bilməyənlərin maşınlarını əlindən alır. Sən bunun kodunu alardın ama neyse. Burada oyun bize bazı şeyler tanıdır. Mesela ses çok pis geldi. Burada misyanın məntiqsizliyi var. Nədəndir? GTA 5'te bildiğimiz kimi misyaları bitirmə faizləri var. 50% bronz madalya verir. 75% gümüş madalya verir. 100% də qızıl madalya verir. İndi oyunu 100% bitirmək üçün bunların hamısını, bütün misyaları qızıl bitirməlisiniz. Qızıl bitirmək üçün də hamısının şərtləri var. Yəni şərtlər nədən ibarətdir? Məsələn bu missiyada şərtlər odur ki, Lamar'ı yarışda keçmək verir məsələn. Lamar'ı yarışda keçməyi verir, amma məntiqsizlik hardadır deyim sizə. Məntiqsizlik odur ki, bizə rota falan verilmir. Biz Lamar'ı takip eləyərək bilirik də hara gedirik. İndi mən Lamar'ı keçsəm, mən hara gedəcəyimi bilməyəcəm də. Ona görə çox mənasızdır. Məsələn mən bu dəqiqə bilirəm hara gedirik. Çünki oyunu 6 dəfə bitirmişəm. Amma bunu ilk dəfə oynayan biri, yəni mən ilk dəfə oynayanda şəxsən bilmirdim hara getmək lazımdır. Heç kəs bilmirdi ki, onu kim bilə bilər ki, hara getmək lazımdır. Ona görə mən 100% bitirmək istəyənlər üçün, oyunu 100% bitirmək istəyənlər üçün bir taktik verim. Satana yaxın Lamar'ı kesin, Michael deyirəm. Lamar'ı kesin. Məsələn, birazdan mən Lamar'ın önünə keçəcəm. Aha, burada elə yeridir tam olaraq. Burada Lamar'ın önünə keçirik. Bilməm 100% olacaq yoxsa yox, amma yəni bu şərti əzbərdən bilirəm ki, belə bir şərt deyir bizə ki, Lamar'ın önünə keçməlisən. İndi o şərti ödəyək, Allah kərimdir qalanıdır. Bam. Təbii ki, şəhərdə bu qədər sürətlə geçsəz, polislər də boş durmaz. Normalda gedirsiniz, amma normalda, yəni məsələn missiya keçməyəndə GTA əyləncə üçün bir oyun, amma missiyalarda onu gerçəkçi olmaq üçün şəhərdə sürətlə gedəndə polislər əlbəttə ki boş durmur. Bu oyunda indi deyəcəyim şeyə çoxunuz deyə bilərsiniz ki, biz onsuz da polisdən qaça bilirik. Bu ayrı məsələ. Polisin tez qaçma taktikasını deyim. Olduğunuz kuruqda, ətrafda bir 4-5 dəfə dairələr cızsaz, polisləri tutulmadan əlbəttə ki, dairələr cızsaz, məsələn baxın bu dəqiqə dairə cızacağım. Dairələr cızsaz, polislərdən çox asan bir şəkildə qurtula bilərsiniz. Yəni heç qabaqlarına çıxmadan. Baxın, birinci dairəmi cızdım. Qabaqdan bir də dönürəm. Baxın, orada polis var məsələn. Polis olan yerdən dairə cızmırıq əlbəttə ki. Gördünüz, birinci dairəni cızan kimi qurtulduq. Amma əlbəttə ki, o 2 ulduz idi deyəsən, ya da 1 ulduz idi. Amma 3 ulduz, 4 ulduzda daha da çox dairə cızmalısınız. Yəni nə qədər ulduz, o qədər dairə kimisindən başa düşə bilərik.
Burada bizim işlədiyimiz salondur, avtosalon. Yuxarıda yazıldı onsuz. Aha. Lamarla Franklinin fərqi nədir bu oyunda? İş olaraq çox fərqləri var əlbəttə ki. Aha, bu da Michael'ın bayaqdan oyun oynayır dediyi oğludur. Lamar bu işi sevərək eləyir və bu işdə ən yuxarı olmağı, ən zirvə olmağı hədəfləyən biridir. Franklin isə tamamilə başqa cür, ancaq pul qazanmaq istəyir adam. Yəni pul qazanmaq üçün işləyir bu işi. Heç bir həvəs falan yoxdur. Simon da budur. Tipə bax. Wait a second. This guy right here, him, give him a high. That's a real man's car. I think you are right, Lamar. You get a tax rebate. I understand. Money is an issue. Money isn't an issue. This is the best part. Watch this when he really made it $100. Jimmy hakkında da kısaca bir şeyler diyeyim. Belə cool davranmağa çalışır, amma qorxaq, ödlək biridir. Qabaqdakı missiyalarda çıxacaq qarşımıza. Bu oyunda gördünüz bu dəqiqə şeyi, gözümə də qamaşdı. Maşın çox parıldayır, ağ maşınlar xüsusilə. Mən çox sevdimmi? Yəni yalan deyərəm, açığı çox sevdim desəm. Belə daha yaxşıdır məsələn. Çox parıldamasa da olarmış. Amma təzə, yəni yeni qrafiklər dedikləri budur. Parlamalıdır, işıqlı olmalı oyun. Gözü 4K görüntüyə alışmış olan insanlar, yəni həmişə 4K oynayanlar, məsələn PlayStation 5 ilk çıxandan işlədən oyuncular, yarandan qabaq 4 işlədən oyuncular. Mən şəxsən sırayla köhnə oyunlardan yenilərə keçmək istədiyim üçün 2021-də PlayStation 3 almışdım. Yəni həm uyğun idi PlayStation 5-ə nisbətən, həm də köhnə oyunlardan başlayaraq gəlmək istəyirdim oyunları. Aha, əfsanəvi yerdir, susun. What? Bu arada bayaq danışdım. Əsas danışmaq səbəbim o idi ki, bu arada deyim. Xalamızla yaşayırıq, xalamızla. Bayaq danışıb üstünü örtmək səbəbim o idi ki, onsuz da siz subtitrlardan gördünüz yetərincə. Lamar bizim xalamıza biraz meyillidir, açığı. Biraz çox meyillidir. Yəni adamın dediyi sözləri açıq-açıq qoysaydım başım bəlaya girərdi də, yəni o dərəcə sıxıntı idi danışdığı şeylər. Video 18 dəqiqə olub. Elə bunu da bitirim burada. Videonu bitirməmiş elə Lamar'ın dediyi olayı eləyək. Zaten GTA oyunu belə oynanmalıdır əslində. Lamar'ın dediyi bu olayı bir eləyək. Onu elə tam Big Smoke'ton da dedi. Elə bildim Big Smoke yenə sifariş verir. Səs buradan gəlir. Franklin! The market, my boy. Liquidity is a bitch. Get over here so I can give you the new repo list. Alright, dog. I'll be around when I get a chance. Yeni görevimiz də gəldi, amma öncə biz Lamar'ımızın dediyi saç düzəltməyi eləyək. Lamar, Ross Franklin mimiyini onsuz da hamımız bilirik. Mimik nə idi lan? Mimik. Mən ən sevdiyim saçı eləyəcəm Franklin'ə, yəni Franklin'ə ən sevdiyim saçı. Bu da dursun, gənc də adam. Bəli, yeganə oyundur. Qayçı ilə saç düzəltdi. Super. Franklin burnu da çox qəşəngdir. Onu deməyim indi, yoxsa linçlənirəm. Autosave açıqdır. Açıqdır. Da yüklənməni gördüm. Bəli, Franklin evinə gedərkən biz də bu videonun sonuna gələk dostlar. Bir sonraki GTA bölümlərində görüşmək üzrə. Sağ olun, salamat qalın.
Özünüzə yaxşı baxın.